4 nəfər getdik. Rəhmətli Famildən, Xəyyam, uşaqlardan biri yapıb. Xəstəxanaya çatanda dedim, qapılar açın, ola bilər ki, maşını olur. Nəysə girdik içəri, Famil yaralandı, bilmiyor. Biz girəndə gördük, rəhmətli Bahadır, İslam kişində oldu. Başının əlindən tutub qaçır. Dedi ki, bildirlər borçlanır. O məhəllənin uşaqları, o tərəfdən... O cəsə yuxarı getdi, qalsın yuxarı. Şəhətə xiyaban bırak. Orada görüşən uşaqlar. Olmasaydı, səhər saat 4-də ermənlər oradan edəcəklər. Yəni, uşaqların qəhrəmanlığı sahib. Onlar, biz girəndə onların patronu yoxdur. Elə... Biz də işdik. Onlara da patron gətirib verdik. Və ondan sonra başladı oraya yavaş-yavaş adamları gətirlər. 5-5, 4-4-3. Cumhuriyet polisi də gəldi köməyə. Amma saat... Əziz mənim, burada gəlib nişan, babam cəmaatı. Allah hamıda imkan versin ki, hər şey Allah'ın versin. Biz gələk ziyarət edib şəhidlərimiz. Ruhlar hamımızınandır. Biz də dünyamızı nə vaxta dəyişərik. Hər bir kəs insan kimi dəyişik dünyasında o bir köşəndə xoşbəxt insan olur, xoşbəxt olur. Ailəsidir, uşağıdır, gələcəyidir. Güləş. Ay mənim burada yatan şəhidlərim, bu güləş çünki siz burada şəhid oldunuz, gəldiniz, dəfn olunuz. Bizlər də gəlib ziyarət edirik. Sizlərlə yaşayır, bax, təmir olunan Şuşa. Sizlərlə yaşayır bütün Azərbaycan, şəhidlərlə yaşayır. Şəhidlər unudulmaz. Vətən bölünməz. Biz heç kimin torpağında gözümüz yoxdur. Bizim öz torpağımızı abadlaşdırmaq bizim boyun borcumuzdur. Harada olursa olaq birbirində inanlı olaq. Mayın 8-i həm şənlənmək günümüzdür, həm də bu şəhidlərimizi yad eləmək günümüzdür. Bir dənə qardaşım şəhid Şahverdi haqqında sizə bir məlumat verim. Elə qardaşlar var, vallahi bilmir. Daşaltıda öldürmüşəm, o da Levon, bizdən uzaq Levon Levonuzdur. Onun meyidi mən elədim, cəsədini o da çəkə bilmədim. Xahiş edən döyüşdü qardaşlarımla. Orada kimlər olursa, mənimlə əlaqə saxlasın. Yəni, vaxtını çox almamaq üçün deyirəm. Necə? Yəni, biz oraya düşəndə artıq o ev yanırdı, saat 6'ya kadar. Ev yanırdı, onu oradan götürə bilməmişəm. Ölənə qədər də onun ömənlə gelir. Onun burada paltarları dəfn olmuşdur. Amma dövlətimiz güclü dövlətdir. O yeri mən İqliyə taparam, onu tapaq cəsədini çıxardaq. Ailəsi də bu yaxınlara qırxı çıxmışdır. Ailəsi dünyasını dəyişdir. Allah rəhmət eləsin. Bu günləri şəhid olan qardaşlarımıza baxaq. Çoxlar bəkəsə görmüş, baxın. Sizə türbəsində Səməd Özgündür. Lakin, qardaşım Nani, Elxan, bugünkü gündə Şuşamızın uğrunda döyüşdə şəhid olanlarımız, yaralarımızda. Yəni, haqqı itirməyəyim. Yazarlara müraciət edirəm. Kimsə necə nətərsə olmayanlar haqqında yazır. Amma reallıq hər şeyi bugünkü gündə bu gəlmiş ya. Hamımız Allah yanında kitaba yazılmışıq. Allah yanında kitabdayıq ki, ürəyimiz burayla döyünübdür. Bax, bu böyünlər buradayıq. Rayonlarımızdan, Bakımızdan buraya vurup gələnlər var. Amma ürək buradadır deyil, o məqsədinə çatdı. Haqqı heç kəs verməyən haqqı. Kərkican mənim vətənimdir. Gecəm gündüzüm olmuşdu orada. Bilənlər bilir. Ermənilərdən soruşsalar bilərlər. Mənim başıma, bu balaca başıma pul ayırmışdılar ki, nə ayrılır, 10 manatdır, 100 manatdır, bilmiyorum, özləri bilər. Amma Allah elə elədi ki, onların kərcanı yandıranı mən bir dəfəli yandırdım, rədd elədim o bir dünya. Bu da bilinir, yer də bilinir. O satlar gələn kərcanlar deyir ki, lazım o dərədə erməni öldürən dərə. Ad qalır. Rəhmətli Ramiz Qəmbərov Şuşanın içindən qorumurdu o döyüşçü qardaşları ilə. Hacı yurdundan döyüşürdü. 3 tane bayraq vurmuşuq. Bax, bu qardaşla Nizami ilə vurmuşuq. Neydi o adı qardaşın? Mazədi. Ülfət ilə 3 qardaş getmişik. 3 canın Nezahır buradadır. 44 gün müharibə iştirakçısı. Onunla bir yerdə getmişik. Naxılı sahibinin öldüyü yerdə torpağı götürmüşəm ki, bir ədətənən olsun. Anası bir güləşsin, o gülü iyiləsin ki, balamın qanı. Bax, burada şəhid olubdur. Qoy gəlsinlər, göy nədir, qalx cəmaatı, qoy ziyarət eləsin, hacdalasın.
O harda şehit oldu. Gör şu an biz hardan koruyoruz. Hazır bayrak taşlanların kabağını alıyoruz. Onları itirmek olmaz. Yazarlar hakkına yazsınlar. Hamısı. Hamısı. Kercan'da muharebe başladı. Kercan'da da bitti. Yani Şuşan'ın cemaati bize çok destek olur. Ne biz Şuşan'ın zəhmətini itiririk, ne qeyri qıraqdan gelen kardeşlerin zəhmətini itiririk. Hamısı bizim qərzimizdedir. Vaktinizi çok aldım. Üzürü sayın. Buranın ben görmek istedim ki bütün dünya gelsin görsün ki şehitler xiyabanına birinci gelsin. Ziyaret eləsin. Sonra gelsin bizneslerine meşgul olsunlar. O biznesler hamısı bu şehitlerin kanı üstündedir. Hiç vakit unutulmaz. Bir adam neden korkursa Pullu'da ama şehitlerin ruhu hiç neden korkmur. Yaşasın Azerbaycan, yaşasın Karabağ. Sağ olun, var olun. Sağ olun. Çok tanıştım bizim istersen. Hoş Allah cem şehitlerimize rahmet. Amin. Çünkü unutmadıkça o senin dahilinde kişiye, sebep olar, kedere sebep olar. Ama milletin baresinde olanları asla unutma. Unuttuğun zaman növbəti facielere yol açar. Bugün bura bizim müqəddəs yerimiz, en müqəddəs yerimiz. Her bir şeyin zirvesi var. Şuşa Qarabağın, Azerbaycan'ın zirvesidir ve bugün Şuşa Şehitler Xiyabanı da Şuşa'nın zirvesidir. Bizim en ülgü, en mukaddes yerimiz. Burada dəfn olunanları benim 16 yaşım var idi, dəfn edildi. 8 nəfərdən 17 nəfərin mən dəfn elədim. Ve Allah'tan bir daha bütün vətən şəhidlərimizə rəhmət etdilər. Allah'a and verirəm, izzət və səlamına ki, bir daha bizi vətənlə, vətən nimetiyle imtihan eləməz. Her bir şeye gözmək olar, ama biz oğlumuz bizi hər bir vətən sürüyü, bizden yapılacak yok. Allah bu topraklarda yaşamağa, şehitlerle sakinlerimizin hamdına, bu həsrətli, diğer yerlerde ve sünnatlıslarımızda öz doğma yurtlarına qayıtsın ve inşallah Allah'ın köməkliğiyle hamımızın bütün müqəddəmizlə burada şəhidlərimizin adına böyük ləyaqətli bir şəkildə bir abidə qoyulur. Amin, amin. Sağ ol. Allah köməyin olsun. Yani Xocalı'da da ben görmüştüm. Bəli. Yani burada sayı görmeye ben hakikaten ne diyeyim, gurur duydum size. Sağ ol. Allah Yani əziyyət çəkdiniz. Allah sizdən razı Allah köməyin olsun qədər. Yəni mən bir layihə hazırlamışam. Qarış-qarış vətən, Azərbaycan bütün vətənin o yanı bu yanı olmaz. Düzdür. Hər rayonların mərkəzini, şəhidlər xiyabanını ziyarət edirəm. Allah köməyin olsun. En güzel niyetləsən. İnşallah bütün rayonlarda olacağım Allah'ın. İnşallah arzuya satarsan. İnşallah Allah köməyin. Allah sizdən razı olsun. Qəşəng, gözəl fikirdir. Allah sayıda şəhid. Allah qəbul etsin. Allah səni yolda neynim, necə elim deməyəsən. Var olun. İşində aband olsun. Sağ olun. Nə çətinliyində olsa xəbər elə. Səndən başına qulluğunda. Var olun. Minnətdarım. Allah köməyin Allah olsun. səndən razı olsun. Sağ ol. Var ol. Dəm şəhidlərimizə rəhmət Allah eylesin. köməyin olsun. Boş ver. Allah qazilərimizə şəfa versin. Amin, amin. Allah veteranlarımızdan sağ olsun. Amin, Prezident de amin. sağ olsun, var olsun. Amin qardaş. Minnətdarım. Allah sizdən Allah razı beni olsun. görsün. Çox sağ olun. Sağ ol var. Bu yola çıxmamışdan qabaq Azərbaycan Gizlə Qəhrəmanoğullarına xeyir dualarla, ailələrindən də xeyir dualarla, şəhidlərimizin ailələrindən. Allah köməyində olsun. Allah bu yolda sağ köməkçi olsun. Sağ olun. var olun. Allah üstünə yar olsun. Sizdən razı olsun. Siz də vətən müharibəsi qazisiniz. Bəli. Allah sizə də şəfa versin. Sağ olun. Allah Azərbaycan Gizlə Qəhrəmanoğullarına şəfa və can sağlığı versin. Azərbaycan şəhidlərinə Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Mən şəxsən bugün burada adı açıldım, bilmirdim. Keçən ildə gördüm. Gəldim bildim. Yəni deyir, bilməməyə aiddir, öyrənməməyə aiddir. Burada şəhidlər xiyabanı olduğunu da bilmirdim həqiqətən. Mən aşağını bilirdim. Yox, buradadır. Elə soruşa-soruşa öyrəndim.
Allah sizdən də razı olsun. Əmrə. Sağ olun. İnşallah bizim de arzumuz odur ki, bizim de buraya gelmeyimiz Allah yolunda şehitler Allah'a yakın olduğu için o şehitler bizim yanımızda şehit olur. Onların kanı bizim üstümüze dökülür. Ölene kadar da biz hiç vakti unutmayacağız. Biz gelip şehitlerimizi ziyaret edeceğiz. Ama bir orası kalır ki bunların burada abideleri yaxşı qoyulur. Devletimize müraciət etmək lazımdır ki, devletimizin eli burada olsun ki, Allah dövlətimizə dəyməsin. yaxşı burada abidemiz qurulsun, gəl burada ziyarət edənlər birinci bilsin ki, o havanı bu şəhidlər onlara nəsib edib ki, arxayında gəlsinlər Şuşada. Çünki bu olmalıdır. Unutqanlıq olmaz. Şəhidi unudan özünü unudar. Allah sizə razı olsun. Allah Sağ ol. Yarasın deyil. Deyəximdən. Çox sağ ol. Birinci sən belə cavan olaraq öz təşəbbüsünü irəli sürmüsən, bu işlərlə məşğul olursan, səhifə açmısan, Allah köməyin olsun, xoşbəxt ol. Bizdə çox şükür bu günə, Allah şəhidlərimizə rəhmət Allah rəhmət etsin. Bugün burada elə şəhidlərimizi ziyarət edirik, Allah xalqımızı qorusun, prezidentimizə dəyməsin, dövlətimizi həmişə uca eləsin. İnşallah ki, bu şəhidlər xiyabanında bir gün yəqin ki, öz planları ilə düzəldərlər. Yəqin ki, bu şəhidlər xiyabanıdır. Burada hamımızın qardaşı, şəhidlər hamımızındır. Mənim qardaşım da buradayım. Allah hamısına rəhmət eləsin. Bütün şəhidlərimizə, qazilərimizi, veteranlarımızı, bütün əziyyət veteranlarımızın üstünə düşür. Yəni o şəhidi də, qazini də çıxardan döyüşçülərimiz olur. Bəli, şahid döyüşçülər də olur, şahid döyüşçülər. Allah canını sağ eləsin, çox şükür bu günə. Yenə Allah bütün şəhidlərimizə Hər şey rəhmət tarixə eləsin. sökənir də qardaş olur. Bu 92 şəhidləridir burada. Gör nə qədər şəhidlərimiz gəldi çıxdı 2025-ci ilə qədər. Bu gün də, hələ bu gün də olur, minyə düşənlərimiz olur, Allah dəyməsin, hökumətə təmizləyirlər, amma bunlar düzgün müharibə aparan kimi aparmayıblar ki, bir dənə indi bir xəritəni verələr, deyərlər ki, buran yerlərə minə bastırmış. Allah ilə Hər yerə basdırmış. şəhidlərimizə rəhmət eləsin. Sağ ol, sənə də bu yolda Sağ olun. Nömrəmi götür, həmişə əlaqə sağla, tarixçilər çoxdur. Adın ol sənin? Bəli, səni elə yer elə apararam. Deyir, Əhməd Ramiz Qəmbəri verən yerə. Bir də qardaşını götürərik, əlaqəyi kəsməyək. Nömrəmi Hələ ol. Nətərsən Bərud? Şükür, yaxşı olasın. Haradasan? Şuşanın şəhidlər xiyabanına girəcəm. Cıdır düzünə qalxacam. Sonra oradan da inşallah İsa bulağında qalacam. Oradan da sabah tezdən durmalıyam ki, Laçına gedim. Ola bilər heç gecə. Yoxdur, çadırımı qoyub qalacam da, çadıra da icazə verməsə şey teymur da yəqin. Harada qalasın, bəs çöldə? Çadırda da onun həyətində bir yerdə çadırı qurum qalaram, mənə problem yox. Gedim gələcəm nə? Çöl adam. Çöl adamıyım, narahat olma. Çətdə tonqa uzaq qalar. Yaxşı, narahat olma. Nəvədir? Öpürəm, Allah'ım olma. Sağ ol. Selamun aleyküm.
xəstəxananın yanı idi. Qaranlıq saat 4-5 olardı. Bir nəfər ikisinin yanına gəldi, çəkdilər xəstəxanaya. Biz 4 nəfər getdik. Rəhmətli Famillə, Xəyyam, uşaqlardan biri gəldi. Xəstəxanaya çatanda dedim, qapılar açın, ola bilər ki, maşın vuralım. Nəysə girdik içəri, Famil yaralandı, bilmiyorum. Biz girəndə gördük, rəhmətli Bahadır, maşında oldu. Başının əlindən tutub qaçır. Dedi ki, girdilər qorxmalı. O məhəllənin uşaqları, yəni o tərəfdən... Hadisə yuxarı getdi, ağzı yuxarı. Şəhidlər xiyaban bıraktı, ona görə gəldi. Orada döyüşən uşaqlar. Olma sevdiler. Səhər saat 4-də evləndə oldu. Yəni uşaqların qəhrəmanlığı çağırdı. Onlar, biz İranda onların patronu yox. Elə... Müjdeyi. Onlara da patron gətirdik. Və ondan sonra başladılar yavaş-yavaş adamları gətirməyə. 5-5-4-4-2 Sumqayıt polisdə gəldi bizə köməyə. Amma saat 11-12 radələrində onlardan döyüşən oğlan var. Biz elə yerdə vurdular, şef götürəmdik, yolda qaldı. Yoldaş istədi götürə, onunla vurdular, ərindən yaralandı. Sonradan da Sumqayıtın komandor olmuş. Yəni, döyüşçülər axıra kimi dayandılar. Kim ki deyir ki, qoydular, qaçdılar, nəkər. 200-dən artıq şəhidimiz yox. Tək uşaq yox, qıraqda gələn döyüşçülər. Polislik. Tak 7 nəfərimiz, bizdən 2 düşür. 3 nəfər də var polis. 10 nəfər elə oldu çıxır. Türmədə 6 nəfər. Şahmuradov Nafiq. Şahmuradov Namiq. Şeydə, Kapos Ruhun yanında, Gündüzdür, Ənvərdir. Bunlar hamısı sonra tutulan uşaq vardı orada. Axıra qədər biz gözlədik. Axıra qədər dedik, bəlkə kömək gəlir. Saat 4-də məlum oldu, çağırıb bizə heç kömək də gəlməyəcək. Və saat 6-da göstəriş verirlər ki, postları tərk edir. Büyücü günə min şükür. Valla, burada döyüşən uşaqlar yəni bizim heç birimizin əziyyətimiz yerində qalmadı. Allah şükür, şəhidlərimizi yad edirik. Qəbirstanlığımızı tapmaq bizdən ötürü ən böyük dövlətdir. Babalarımızın qəbri gedib görəndə mən elə ödüm ki, dünyanı alıyorum. Arzu edirəm bu torpaqlarda bizə qan tökülməsin. Sağ olun, Allah rəhmət eləsin. Amin. Bilirsən, olasın. Yaxşı olsun. Sigaretin düşür. Sağ ol, Murat. Özür sayacaq. Buyur, yalvar mən, sən gör. Çok güzel biz burada olanlara, olmayanlara məlumat alıyoruz. Cəmaatımız gəlir, burada ziyaret. Çok güzel şəhidlərimizin üzrünü. Çünki biz şəhidlərimizin Biraz artık kaldı. Şəhidlərimizin vaziyetinde əziyyəti xidmət olanlar var. Onların sayesinde. Ama bir gün etraf edək ki, bizim şəhidlərimizə ən böyük etiramımız bu olar ki, gəlir ziyarət edəndə qədər onların məzar üstüdür. Çok təəssüf ki, 6 ilə yaxındır, hələ məzar üstüdür. Biz imkansız qazi qardaşlarımızla bir yerdə vara bilsək də hazır, eyni ölçüdə. Onları da biz neçə illər Bu tərəfdən falan. Kulçu şeydi. 75. Necəsən? Salam qardaşım. İndi hardan gəldin? Piyada qalxmış oradan. Xozaldan gəldim. Ay maşallah. Sağ ol. Maşallah canım olsun. Əmin edirəm. Salam aleyküm. Əmin necəsən qadan oğlum? Canım baş. Yaxşı olasın. Hə, gəzirəm. Elə Xocaldan gəlmişəm, Badaradan çıxdım. Oranın şəhidlər xiyabanı. Oradan piyada, bura. Hə. Allah sağ ol. Sağ olun. Rekord veririz de bizim kazanımız. Çok güzel, çok güzel. Gözde şeyimizde gazimizde. Yok, gazi de Veteran. Veteran. Yok, ben veteran Yok, değilim. veteran değil. Dedi deden onda. Yok, babam şehit oldu. Babanız. Allah rahmet eylesin. Birinci Qarabağ. Açıdan buraya da geldi. Halal dedi. Var olun, veteran. Adın nedir? Bəhrus. Çok güzel. Sağ olun. TikTok'ta yaz ben çıkacağım. Ha bakayım.
İnşallah cemaatimizi Allah dəyməsin Bura baba. açıldı, gözəldir və qardaşlarımız çox əkdilər. Bugün qoyuldu, ürəyimiz açıldı. Gətirdilər oturacaq orada. Orada da ürəyimiz açıldı. Amma oradan görürsən ki, divan da keçir. Aleykümselam. Ücretsiz kazanlar. Onların qəbri üstündən keçmək şəhətlərə Şükürlər olsun. heç olmasa bizim qabağında. Genç olsa bunu. Səhvlər görmür ya. Genç olmağı olmamaktan daha yaxşı. 15 gündən sonra gələ. Yəni bu işi sizlərdən Borçlu, sarsız gedək. Allah'ım. Bizim varislərimiz bir şey. Allah dünyasını. Allah sizdən razı olsun. Görüşürsünüz, gəlmişsiniz. Ziyaret edirsiniz, adam görə yaşayın. 15 gündən, 15 gün olsa görəcəkdi. 15 gündən sonra demişdi ki, tutacağım. Amma gəlin, axıra qədər olan şəhətlərimizə olan hörməti axıra qədər göstərin. Şəhətlər unutma olur. Yerlərdən gələnlər Kimi? Şəhətlər unudan özün, özün unudan. Sən. ki, artıq 6 ildir bu Nətər şəhərlər məzarlığı. Xiyabandır, xiyaban deyə bilirik. Biz o məzarlığı xiyabana çevirmək istəyirik. O olsun xiyaban. Onlar kiçik də olsa burada bir Orxan niyə böyle? Qaqa, şəhətlərimizi bax orada dəfn eləmiş. Orada da. Ha, bax orada. Ha, baba, yok, bax belə. İbrahim bəli. Bax o düşdüm bu üstündə. Bu hissədə Ya bəli, baba ağaçlar görsünüz. Ha. Baba düz axıra qədər şəhətlərimiz orada Buranın niyə belə dəfn. çıxdı? Səhv ediblər də. Da yəni belə səhv qoydular da, biraz belə təklif. Oğlanı güldülər. Ölənlər o mənada buranı səhv edir. Çəkdirdim vermədim. Vermədim. narahat olmayın. Dur kadın adam, dur narahat olmayın. Ama işgala qədər şəhər uzun yoldur. 4-dən çox böyük müddətlər var. 4-dən çox müddətlər şəhər demək olar ki, yanıb. İşlər çıxağına qədər sıralanmış. Düşmənə qarşı. Şəhər demək olar ki, hər bir sakit qəhrəmanlar. Uşaqlarımız, qadınlarımız gecələr gecəndə gecələr. Şəhərdə məktəbə işə getmək deyil. Və həmin vaxt az silahla silahlanmış bizim qəhrəmanlarımız, yigitlərimiz həmin düşmənə layiqli müqavimət göstərməyə bacarır. Təəssüflər olsun ki, yollarımız, şəhərlərimiz oldu, qazilərimiz oldu. Bunlarsız təbii ki, şükürlər olsun ki, uzun müddət keçsə də amma xalqımız yumruq olaraq düşmənimizə layiqli cavabını verdi və Gəncə şəhərini işğaldan azad etdik. 30 il ərzində biz hər il mayın 8-də Bakıda şəhərlər xiyabanında şəhərlərimizdə marş etdirmək daha partizan kardeşler Allah bütün şehitlerimize, ölenlerimize Böyle böyle. O Nazım bu. Gelin burada da.
Hamımızın ruhları eylesin. Aziz Bey'im, burada gelirken mesaj Allah hamıza imkan versin ki her şey Allah'ın versin. Biz gelək ziyaret edip şehitlerimize. Ruhlar hamımızın. Biz de dünyamızın ne vakit değişeceğiz. Her bir kendi insan kimi değişir dünyamızın. Dünya köşesinde hoşbəxt insan olur. Hoşbəxt onun ailesidir, uşağıdır, geleceğidir. Güneş ay benim burada yatan şehitlerim. Güneş şükür ki siz burada şehit oldunuz, gelin defne olun. Bizler de gelin ziyaret edin. Sizlerle yaşayır bak böyle temir olan Şuşa. Sizlerle yaşayır bütün Azerbaycan, şehitlerle yaşayır. Şehitler uydurmaz. Vatan bölünmez. Biz hiç kimin torpağında gözümüz yok. Bizim öz torpağımızı abadlaştırmak bizim boyun borcumuz. Harda olursa olap birbirine inanma olur. Mayın 8'i hem şenlenmek günümüzdür hem de bu şehitlerimizi yad eləmək günümüzdür. Bir tane kardeşim şehit Şahverdi hakkında size bir məlumat verim. Elə kardeşler var vallahi bilin. Daşaltıda öldürmüşəm, o da Levon. Onun neydi ben deyledim, cesedini o da çekebilmedim. Xahiş edelim dövüştü kardeşlerimle. Orada kimler olursa benimle əlaqə saklasın. Yalnız bak bizi çok almamak için değil. Nece? Yani biz oraya düşende artık o ev yanırdı. Saat 6 ev yanırdı, onu oradan götürebilmemişim. Ölene kadar da onun ömenle gelir. Onun burada paltarları dəfn olur. Ama devletimiz güçlü devletti. O yeri ben pigliye taparam, onu tapak cesedini çıkardak. Ailesi de bu yakınlarına kırkı çıkmıyor. Ailesi dünyasını değişti. Allah rahmet eylesin. Bu günleri şehit olan kardeşlerimize bakalım. Çokları Bekir'de bilmiş. Bakın. Şuşa türbesinde Səmədov Gündüz, Latif, kardeşi Namir, Elxan bugünkü günde Şuşamızın uğrunda dövüşte şehit olanlarımız, yananlarımız. Yani hakkı itirmeyeyim. Yazarlara müracaat edirəm. Kimse necə nətərsə olmayanlar hakkında yazır. Ama reallik her şeyi bugünkü günde gelmiş ya. Hamımız Allah yanında kitaba yazılmışız. Allah yanında kitapdayıq ki, yüreğimiz burayla döyünübdür. Bak bu döyünler buradayız. Rayonlarımızdan, başımızdan bura vurup gelenler var. Ama yürek burada da değil, o məqsədinə çatdı. Hakkı eşlet vermeyen hakkı. Kerkican benim vətənimdir. Gecem gündüzüm olmuştu orada. Bilenler bilir. Ermenilerden soruşsalar bilerler. Benim başıma bu balaca başıma pul ayırmıştı. Ne ayrı 10 manat, 100 manat bilmiyor özleri bilir. Allah elədi ki onları kercanı yandıranı ben bir defeli yandırdım. Bir televizyona vurdum ya. Bu da bilinir, yerde bilinir. O satları gelen kercanlar diyor ki lazım bu derede Ermeni öldüren dere. At var. Rahmetli Ramiz Qəmbərov Şuşanın içindən qorumurdu o dövüşçü kardeşleriyle. Hacı yurdundan dövüşürdü. O Küçükcana bayrak vurmuşum. Bak bu kardeşle Nizami'yle vurmuşum. Neydi o adı kardeşin? Nabedin. Ülfetine. 3 kardeş gitmişik. O Küçükcanın mezarı buradadır. 4 gün var 5 lirası. Ondan bir yerde gitmişik. Aklı sahibinin öldüğü yerde torpağı götürmüşüm ki bir adetene olsun. Anası bir güleşsin, o gülü ile şehit olsun. Koy gelsinler, köy ne diyeyim, kalk cemaatı, koy ziyaret eləsin, haçtalasın. Koy harda şehit olsun. Gör şu an biz hardan koruyoruz. Hazır bayılık taşnakların kabağını alıyoruz. Onları itirmək olmaz. Yazarlar hakkına yazsınlar, hamısı. Hamısı. Kerzan'da muharebe başladı, Kerzan'da da bitti. Yani Şuşanlı cemaati bize çok destek oldu. Ne biz Şuşanlı zəhmətini itiririk, ne qeyri qıraqdan gelen kardeşlerin zəhmətini itiririk. Hamısı bizim karşımızdadır. Vaktinizi çok aldım. Dürüst sayın, buranın ben görmek istedim ki bütün dünya gelsin, görsün ki şehitler Xiyabanına birinci gelsin. Ziyaret eləsin. Sonra gelsin bizneslerle meşgul olsunlar. O biznesler hamısı bu şehitlerin kanı üstündedir. Hiç vakti unutulmaz.
Yeri dağ neden korkursa? Pullu dağ. Ama şehitlerin ruhu hiç neden korkmuyor. Yaşasın Azerbaycan, yaşasın Karabağ. Sağ olun, var olun. Sağ olun. Çok tanıştım yüzün üstüne. Xoş, narazı. Allah cem şehitler vereyim. Amin. Abi necəsən, amin? Yaxşı olasın. Hacım. Nasılsın? Aman ne var aman. Tanıdın? Meşəli sakini. Tanırsan? Hələ buralardasan. Ha, buralarda. İndi sənə oğul deyirəm bir daha buraxdı piyada qaydasan Əhmədliyə. Ara. Hardan gəlmişsən ora? Öyle. İsablama, İsablama yiyəcəm. Yox, piyada qayıtmıyorsan Bakıya. Yox, bütün Azərbaycan, bütün rayonları gəzirəm. Oğulsan, ey oğul. Elə Xocalıdan Badardan çıxdım. Getdin dədə baba yurduna. Meşəliyə buraxmadım. Buraxmadın, sən onu. Nə qədər danışdım, video çəkişək, buraxılışa da zad yoxdur. 400 manat cəriməsi var. Olar inşallah, o da olar. İnşallah. Yaxşısan? Şu, burada sözüm şəhid ailəsi, Əli şəhid ailəsidir. Kim? Qazi. Burada? Yox. Şəhid ailəsi kimdir? Şəhid ailəsi o bir formada olan. O bir formada olan. Ancak yine derim biz şahidik. Allah bize şahittir. Ve her birimiz yani burada tek dövüşen, vuruşan, savaşan, bu torpağın uğruna qəhrəmancasına həlak olan şəhidlərimizin atlarla pislərin, top mərmilərin Əmin, salam edik. Allah rəhmət eləsin, önərimizə rəhmət. Şəhid ailələrindən xeyir dualıram. Vahiyyə mədə qarış-qarış vətəndir. Yol çıxıram, Obşi Azərbaycan bütün rayonlar. Bir dənə video çəkiş eləmək olar sizə. Gözlüdür. Bir dənə düzəldim. Şəhidimizin adı nədir? Şəhidimizin adı nədir? Hə? Rəşid soyad. 90 şəhidlərindəndir. Şeyinlə maaşıram siz. Bunlara göre. Bura düzdür. Ne bileyim Allah'a qurban. Düzdür ki, axtarım da. Amin. Allah bugünün hasretinde olan Şuşanın ve Şuşanın etrafından da temiz yolda o zaman kalmış toprakların sakinleri ki bugün onların hayatlarını Çəkiş yerimdən tutuldum. Biraz o tərəfə keçə bilərsən, qadın alarım. Biraz əmi arxaya keçərsən, əziyyətdən keçib, sənə də əziyyət verirəm, üzürüsü. Biraz sağa qadın alarım. Əmi, salam hər vaxtı, xeyir qadın alarım. Mən bu yola çıxmamışdan qabaq bütün rayonlardan, şəhid ailələrindən hamısından xeyir dua alıram ki, bu layihəmi Azərbaycanın igid və qəhrəman oğullarını əsr eləmişəm. Qarış-qarış vətən layihəmin adı. Dedim xeyir dua alım, şəhidimizin adını soyadını da deyərsən. Süleymanov Rəşid Soxayoğlu. Ruhu şad olsun. 1990-92-ci illərdə Xankəndi Çərzan operası burada şəhid oldu. Özüm də 44 gün müharibə veteranıyım. Allah kömək olsun. Özüm geri buralıya. Siz də bizim igid oğullardansınız. Allah şəfa versin sizə də. Var olan minnətdaram. Bu günlər biz azad Şuşamızda, azad Qarabağımızda, şükür. ərazi bütövlüyümüzdə hələ qalan biraz ərazi bütövlüklərimizdə hələ qalıbdır. İnşallah yəqin ki, baş komandanın onun üstündədir.
İnşallah. Bərpa olunacaq hamısı inşallah. Amin inşallah. Elə baş komandanımız varsa, ailə baş komandan, elə güclü devlətimiz, millətimiz varsa, İnşallah hamısı əldə olunacaq. Cənab Prezident sağ olsun. İnşallah əldə olunacaq. Çox sağ ol, var ol, minnətdaram. Allah sizdən razı olsun. İnşallah Azərbaycan bütün rayonlarına gəzəcəm. Şəhidlər xiyabanlarına deyirəm. Burada mən elə bildim aşağıdaydı. Dedi düzünə qalxanım, dedilər buradır. Mən bilmirdim, öyrəndim. İnşallah bura görə ki, devlətimiz tərəfindən yəni İcari Baş Komandanımız sərəncam burada bizim şəhidlərimizin burada qabiliyyəsi uzalar. İnşallah. Onun üçün biz də buranı ziyarətimiz. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə şəfa versin. Allah veteranlarımıza can sağlığı versin. Cənab Prezident sağ olsun. Var ol, minnətdaram. Çox sağ ol, təşəkkür edirəm. Narahatçılıq verdim, söz üzrü sayın qadınlarım. Kan yoldaşlarımızla qalsın və bizdən sonraki nəsillərə də təhsil edir. İnşallah o təşəbbüsü də beğenilir və o təşəbbüsü də biz hamımız qoşulmalıyız və nədir derlər, lazım olan, adiyyət olan yerlərə də buna nazım müraciət ediləcək. İnşallah mən də sizdən bir yer deyəm. Bir dua ilə inşallah vətən şəhidlərimizi bir daha yad edək və gedək. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم السلام عليكم يا ديار الشهداء السلام عليكم يا أهل لا إله إلا الله جميعا والمؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات ولا سيما مرحومين المغفورين المغرورين المدبيين Cəmi vətən şəhidlərimizin ruhları şad. El-Fatiha. Allah nəsib. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Amin. Yani sen evden çeşitlesin ola. Ne olmuş? Ben başım gözümüz. Bilsen şimdi. Bu babası şey. Oğlum. Neyden bura, başından bura piyada geldi. Kocalı. Yine deyip Ballıca'dan bıraktı. Badara. Badara. Badara'dan geldi. Badara. Hala Badara. Əmin necəsən Allah, meu qadınım. Allah bütün qazilərimizə şəfa versin. Amin, amin. Bu yola çıxanda Azərbaycan igid və qəhrəman oğullarına həsr eləmişəm. Hamısından xeyir dua alam, ailələrindən də xeyir dua alam. Yəni, Xocalıda da məndən görüşdü. Bəli. Yəni, burada səni görməyəm, mən həqiqətən, necə deyim, qürür duydum sizdən. Sağ olun, var olun. Allah yəni, əziyyət çəkdiniz, gəlmişsiniz, var olun. Allah sizdən razı olsun. Allah kömək olsun, nədən olar. Yəni, mən bir layihə hazırlamışam. Qarış-qarış vətən, Azərbaycanın bütün vətənin o yanı bu yanı olmaz. Düzdür. Hər rayonların mərkəzini, şəhidlər xiyabanları ziyarət edirəm. Allah köməyin olsun. En gözəl niyyətdəsən. İnşallah bütün rayonlarda olacam Allah'ın köməyi. İnşallah arzuya çatarsan. Sağ ol, var ol. Allah sizdən razı olsun. Qəşəng, gözəl fikirdir. Minnətdaram. Allah səni də şəfa Allah versin. qəbul etsin. Allah səni yolda neynim, necə elim deməyəsən. Var ol, əmin. Şimdi aband olsun. Sağ ol, qadınlar. Nəsətin indi uzaq xəbər elə. Səninlə başından qulluğundayım. Var ol, minnətdaram. Allah səndən razı olsun. Sağ ol, var ol. Cəmi şəhidlərimizə rəhmət eləsin. Allah köməyin olsun. Allah qazilərimizə şəfa versin. Amin, amin. Allah veteranlarımıza can sağlığı, Cənab Prezident də sağ olsun, var olsun. Amin. Minnətdaram. Allah sizdən razı olsun. Çox sağ ol, qadınlar. Sağ ol, var ol.
YouTube'da baxarlar. Yox, bunu YouTube-da paylaşıram əmi Hayır, hamısı. YouTube'da Hə, elə bir Şuşadan çıxanda bir dəqiqəlik videosunu atıram, TikToka, qalanında YouTube-a atıram. Çünki videolar çoxdur, məndə də vaxtım var. Məsələn, Xankəndiyə çatdığım videonu hələ paylaşamamışam. Dünən Şuşanı qalxdım deyə Xankəndidə. Qalxanda Fadim yuxarıda, yorğun ağrıyla gəldim, yatdım, videoları hazır eləməmişim. İndi gedirəm Cıdır düzündən çəkiş eləyəm. biraz oranlardan gəl. Sonra düşəcəm İsablağına. İsablağında söz deyim əmi. Orada çadır qurub qalmağa icazə verərlər. Kim nə üçün qalır? Problem nə üçün? Yox, burada bağlı yerdə çadır yox. Nə olacaq? İndi görək inşallah. Yenə qalacam özüm dedim. Yenə qalacam burada bir gecə. Ət eləmişəm. Kim nə üçün? İş. Ne işin? Sadıq mənimlə soruşaq da. Yox olmasın, ehtiyat. Sadıq mənim. İsabulağında deyir çadır qurub qala bilərlər. Belə yoxdur, bu bir dənə deyim. Bir dənə maraqlan, çünki Azərbaycan bütün rayonlarına qarşı-qarşı Gəzir, şey eləyir. Şəhid qəbanlarından gəzir, çəkir. Nə bilim. Orğumuzda işləyir, bizim döyüşçümüzdür. Döyüşçünün qəhrəmanlarımızdandır. Necə döyüşəndir, mərdinin oğludur. Belə projesiz asıl gedir. İsabulanda deyil, qalaqda qrup qala bilər. Yox, İsabulanda. Alınır o. Deyir ki, ümumiyyətcə Şuşa ərazisində parkda qrup qalmağı heç bir yerdə icazə yoxdur. İsablağında bir dənə oranın nömrəsini tapıb verə bilərsiniz. Otelin qiymətini soruşun. İsabulanda da otel yoxdur, orada kotejdir. O da ən aşağısı 500 manat. Sən neyinsən? Get deyir, gəz cinən, hər rəngəm deyir, buralarda. Burada yine Xankəndində 30 manata getib üstədir. Yox abi, mən yürüyüşüm Azərbaycan bütün rayonlarıdır. Mən də o deyilən dedim sən. Mən sənə yəni artıq istəyirəm. Onda bu Laçına gedən yolda harda qala bilərəm? Hadi də Ayzat başına dönmə. Ayzat pas gəlirsən. Yox, gecə düşməmiş deyirəm gedim, ona görə deyirəm. Kendi geçsen Laçına satan döyürsən. Yox, o heç bilmirəm. Sən çal, tezdən çıxsan buradan, Laçına gedib çıxa bilərsən. Tezdən çıxsan. Yox, tezdən çıxmalıydım, yatıb qalmışam. Abi yüksək yanında genel şey. Buraya gelirsən çölçülükdə insan uzatmaz. Çölçülükdə tək qalmayıb. Yox, çölçülükdə yox. Əsas bu hissələr ki, Laçındır. Laçını keçəndən sonra şu yollar ağır. Qardaş nə işlən başında? Bu, qardaş, piyada ənlə bəri gəlir, Bakıdan bəri. Rayonlarımızda nə qədər şəhiddə xiyabanızda döyür. Hamısını ziyarət edir. Yırtıcı heyvanında Allah'tı başım bulan belə. Yırtıcı insanın da. Bu niyetiyle koyup bu işe. Eləyər, Onun bütün kapılar açıkta her şeyde. Ehtiyat eləməlisən, mən nə deyim? Yok, Allah onu koruyacak inşallah. Yanına rahat ol. Əmi İsablağında qoymazlar, hə deyirsin? Yox, Şuşanın ərazisində başım. Neyi koymurlar? Qalmağa. Niye koymurlar? Çadır qurup qalmağa qoymurlar. Çadıra. Ecaz olmaqlar. Vermədi də. İstədi verir. Onda İsablağına geçsin. Bizdən yaxşı olan. Əlif. Sağ olun, necəsiniz, üzrsən. Bu yoluna geldi, orada salbala burada götürdü. Allah elimine bereket versin ha. Sağ olun, var olun, Allah. Mən arxamı söndərmişəm, bu mən keçsin ona. Əlinin adı gör harada. Buralar bərəkətdən niyə ağa? Əlinin adıyla bərəkətlər. Yəni su içsən verim su var. Şirniyyatdan zatdan da var. Hayır, sağ ol, var ol. Sen demirəm, burada pullu adamlar var, onlar değil. Ondan bu Sabah birisini sattın maşını. Hem bu Laçın yolunda işçilər qalan yer var, bilmirsən? Hə? Xeyli gedəndə şey var, Kənd, yox, şey. Kəndin adı nə idi? Asıl.
Qala dərəsi yox, bu bir dənə kəflərə bərdi. Yaxındadır. Tursustan bərdi. Adım deyən deyəsiz, xəritədə baxım görüm neçə saatlıq yoldur. Gecə heç sonra çatdırım. Pavilyon da var, böyle. 5-10 dənə idi. Qoy bir dənə Laçın yolu. Kamazlar orada. Onda mən hesablığına nəyə gedim tabirdən? Bu qalmağa yer olmayacaqsa. Qalmağa yer deyəndə Kərgizana, Axan kəndinə. Yox, bu gəzir, hep şeylərə gedir. Azərbaycan piyada gəzirəm. Azərbaycan piyada gedir. Görmüşəm, səni də Xocalıda gördüm. Dönün, Xocalı gördüm. İndi Xocalının Badara kəndindən çıxmışam. Ay, şeydə yol idarəsi işləyir, Laçın yolunda. Gedi o idarələrin birində gecələ səhərdə tezdən çıxmış Laçın. Ay oğul, sən hara getsən, sən şu yaşıl işə. Gedir, burada yaşıl. Bir də ev görsən, qapını döydənə mavi stəkan çay verir. Çay verir, onu yatırım, yatacaq. Plan zorla salmışam tükana. Sən canı. Ha, girmir o. Hə, siz... Çayda sürəşəm, yol getsəm, marayonu götür, tut. Tuşsunu deyirsən, əmi? Tursudan biraz aynı. Hə, Tursu bulağı tərəf. Hə, orada işləyir, idarələr işləyir. Hə, bu görüm bura nə qədərdir, yox. Buradan xeyrək olmaz. Yağış olmasa, xeyrək getmək olar. Yox, yağış yox, problem deyil, çətirim bu. 4 saat 54 dəqiqə, 5 saat. Saat gecə neçədə düşürəm burada? 9-dan sonra. 9-dan sonra? Hə, şu. Gəl görək ki. Yox, getmir, hələ Gəlmisən. Yox, getmir, 5 dəqiqə. Amma onda mən ora gedim, nə deyirsən? Ən yaxşısı ora. O deyir, gəl sən deyirsən, gözləyək. Əmi. Əmi, salam aleykum. Salam, nəsərsən? Xoş gördük. Ruhlar şad olsun. Caz, poz, hərəkət elə. Gördün yazanları tənqid edirəm hamısını. Yaxşı deyirsən, əmi. Şey buradaydı, adı nədir o? Bir var. Əmi, şəhidlərimizin adı soyadından nə baxım? O rəhmətli Orduxan da birinci şəhiddə, 89-cu şəhiddə. Bəli, mənim toyum günü. Hə, görsən. Mənim toyum 89-cu il iyul ayının 15-i. Sən yaxşı bilirsən də burada şəhidlər, yalnız deyir o küfrdə də. Yox, deyir burada. Şey yaver deyir ki. Yox, deyir. Bax, baba iki yarpaq dağınca bura. Onsuz da buralardan bizim qəbirdə tapdalıydı. Ayqı. Əmə oğlu, sən hansısa televiziyadasan? Yox, mən öz layihəm var, qarış-qarış vətən. Deyim də Samir. Azərbaycan igid və qəhrəman oğulları məsələsi. Məndə bir şəkil var, onu araşdıra bilən olsa, arantirovkanı düzgün tutan adam lazımdır. Deyir, bax, bu çala var. Rəhmətli Rövşən. Ya odur, ya da bu. Niyə? Üçüncü cərgədən o tərəfdən bəri üçüncü 10 qəbir. Bunlar yana düz gedir. İndi nə deyirəm? İndi mənə qulaq as da, sən deyim, sən biraz savadlı oxşursan Allah Var, Allah razı olsun. Orada qəbrə qoyulanda da şəkil var. Şəkillər çəkilib, bax bu istiqamətdədir. Baba işıq stolbası var oralarda bax bir dənə. Yoxdur. Var, orada var. O gəlib baxmışam, yanı var, bu ağaclar. Sol, arxada. Taxtadan. Taxtadan deyil, amma işıq tırpası var orada bilmirəm. Elə taxtadandır başında. Baba işıq stolbasının biri oradadır. Biri də bax buralarda. Tox belə gedir. Bax onunla düzgün arantirovkanı götürmək olar. Bax buradır. Bax bu ağac var, bu ağacın kökü çox böyükdür. Bu ağac buradaydı elə. Çünki niyə? Şəkildən o tərəfdən çəkiflərdə məqbərədə var, bu ağacda var, ortasından da mehmanxana görüşür. Yəni bu arantirovkan düzgün tutulsa... Əmi, sən şəhid ailəsisən də düzü? Ramizcim də... Hamısı mənimdir. Amma qaldı ki, döyüşçüyəm mən, qazıyəm. Mən respublikada, bəlkə də dünyada bizdən yoxdur. Bizim ailədən. 6 qardaş döyüşmüşük. Tanıyır hamısı. Siz 2 qardaşsınız? Şəhid də verilmişik. Yox, biz döyüş yoldaşı olmuşuq. Döyüş yoldaşı. Qardaşım burada deyil. Demək, 6 qardaş döyüşmüşük biz. Damırdan hara yerləşdirə bilirsən çəkəndə? Mən YouTube kanalına yerləşdirirəm. Mən o keçən dəfə əhd eləmişdim. Bilimi gəldi orada görüşdük. Xocalıya gəldi. Gördün gülü də dəyişən yox idi. Orada köynək gülü qoymadılar çəkən. İndi mənim qonağım ol, gedək mənim yanımda qəşəng abetsad elə.
Yox, vaxtına tərəf etməliyəm. Gönə getdi, ac gedəsən. Yox, yemək yemişəm var. Mehman əmicil var burada qalan. Allah rəhmət eləsin. Allah cəmilən. Nəysə lazımdır o söz. Yəni deməyim odur ki, Hayır, mən ona görə deyirdim ki, elə xeyir dua almaq istəyirəm sizdən. Ne olur, şurası ya bura. Özüm mən bir də kamerayı yerləşdirim. Bu işler yaxşı bacarır. Onu elə yenə ki, aktiv ol, birinci sən proqramya baxsın. Buna da bizdə aynəsi vardı. Əmin salam, hər vaxtınız xeyir. Bu yola çıxmamışdan qabaq Azərbaycan igid və qəhrəmanoğullarından xeyir dua alıram, ailələrindən də xeyir dua alıram, şəhidlərimizin ailələrindən. Mən borcumdur. Allah bu yolda sağ köməkçi olsun. Sağ olun, var olun. Allah sizdən razı olsun. Siz də vətən müharibəsi qazisisiniz. Bəli. Allah sizə də şəfa versin. Allah Azərbaycan igid və qəhrəmanoğullarına şəfa və can sağlığı versin. Azərbaycan şəhidlərinə Allah rəhmət eləsin. Allah şad eləsin. Mən şəxsən bugün burada abidə açıldığım bilmirdim. Gəldim bildim. Yəni deyir, bilməməyə ayıbdır, öyrənməməyə ayıbdır. Burada şəhidlər xiyabanı olduğunu da bilmirdim həqiqətən. Mən aşağını bilirdim. Aşağı qalsın. Elə soruşa öyrəndim. Allah sizdən də razı olsun əmin qadın. Sağ olun. İnşallah bizim də arzumuz odur ki, bizim də bura gəlməyimiz Allah yolunda şəhidlər Allaha yaxın olduğu üçün o şəhidlər bizim yanımızda şəhid olub. Onların qanı bizim üstümüzə tökülüb. Ölənə qədər də biz heç vaxt unutmayacağıq. Biz gəlib şəhidlərimizi ziyarət edəcəyik. Amma bir orası qalır ki, abidələri yaxşı qoyulub, dövlətimizə müraciət etmək lazımdır ki, dövlətimizin əli burada olsun ki, Allah dövlətimizə dəyməsin. Yaxşı burada abidəmiz qurulsun, gəl burada ziyarət edənlər birinci bilsin ki, o havanı bu şəhidlər onlara nəsib edib ki, arxayında gəlsinlər Şuşada. Çünki bu olmalıdır. Unutqanlıq olmaz. Şəhidi unudan özünü unutar. Düz. Allah sizdən razı olsun, əmin olmaz. Olur mu? Çox sağ ol. Birinci, sən elə cavan olaraq öz təşəbbüsünü irəli sürmüsən, bu işlərlə məşğul olursan, səhv açmısan, Allah köməyin olsun, xoşbəxt ol. Biz də çox şükür bugünə, Allah şəhidlərimizə rəhmət eləsin. Bu gün buradayıq, elə şəhidlərimizi ziyarət edirik. Allah xalqımızı qorusun, prezidentimizə dəyməsin. Dövlətimizi həmişə uca eləsin. İnşallah ki, bu şəhidlər xiyabanında bir gün yəqin ki, öz planları ilə düzəldərlər. Yəqin ki, bu şəhidlər xiyabanında. Burada hamımızın qardaşı, şəhidlər hamımızındır. Mənim qardaşım da deyir, burada yatır. Allah hamısına rəhmət eləsin. Şad olsun. Bütün şəhidlərimizə, qazilərimizi, veteranlarımızı, bütün əziyyət veteranlarımızın üstünə düşür. Yəni o şəhidi də, qazini də çıxardan döyüşçülərimiz belə deyil. Bəli, şahid döyüşçülərdir onlar, şahid döyüşçülər. Allah canını sağ eləsin, çox şükür bugünə. Yenə Allah bütün şəhidlərimizə rəhmət eləsin. Hər şey tarixə sökənir də, qardaşım. Bu 92 şəhidləridir burada. Düz. Gör nə qədər şəhidlərimiz gəldi çıxdı 2025-ci ilə qədər. Hələ bu gün də olur, minya düşənlərimiz olur, Allah dəyməsin, hökuməti təmizləyirlər, amma bunlar düzgün müharibə aparan kimi aparmayıblar ki, bir dənə indi xəritəni verələr, deyərlər ki, buran yerlərə mina bastırmış. Hər yerə bastırmış. Şəhidlərimizə rəhmət eləsin. Sağ olun. Nömrəmi götür, həmişə ələqə sala, tarixçilər çox. Adın ol sənin? Bəhruz. Bəhruz, səni elə yer elə apararam. Deyir, rəhmətli Ramiz Qəmbərov verən yerə. Bir də qardaşını götürərik. Ələqəyi kəsmir. Nömrəmi götür. Verərəm, Ələsturla da bir yerdə hərəkət edir. Gəldin şuya, Ələsturunu tap. Demək, nə vaxt gəldin, elə bil öz evin var burada, obyekti, yəni deyirəm də, şükür, Allah ruzu verir. Sən mənim həmişə qonağım olasın, tək olanda. Cüt olanda şotunuzu verəsən, tək olanda qonağım olasın. Düz danışaq, tək şey. Eləmin azı. Allah canını sağ eləsin. Nömrənizi deyərsiniz? Onu demirəm, amma pastayanlıdan gelir. 55 868 868 0268 0268. Adınız necə oldu? Səsi də elə kəsilmə, bir sıx da içinə.
Heç gidirik, mən yolum uzaqdır. Həcətin ayda paylaşmıyor. Nə? Ayda paylaşmıyor. Sən o video düşürsən ki, paylaşacağım. Hə? Şanın dağları, başı dumanlı. Qadam. Vaxtına təşkil edirəm abi. Var o qadam var. Minnətdaram abi. Allah sənin ən böyük qocada. Abi burada bina var idi. Polad Əşmovun qardaşı işlədirdi əvvəl. Nə binası? Diş həkimi yeri işlədirdi. Bazarda bilirsən, bazarda. Ha, bilirəm o heç. Çünki yadımdaydı, mən burada xidmət eləmişəm. Burada düşüb şəkil çəkmişdim. Məsciddə bu hissəsi düşüb. İndi oranı söküblər yəqin. Canlı sağ ol, var ol, minnətdaram. Sağ ol, qadınlarım. Allah razı olsun. Qoncaqlardan Xocaliyə qardaş gəlir. 2 gün izləmişəm qardaş. Var ol, minnətdaram. Var ol, qadın. Var ol, minnətdaram, qadınlarım. Allah razı olsun. Yorum yaz. Sağ ol, qadınlarım. Şükür, var ol. Hə? Hə? Deyirəm şəhidlər xiyabanı. Ha, oradaydım ha. Allah sizdən razı olsun. Yəni piyada hərlərlisən də. Ha, Azərbaycanın inşallah bütün rayonları. Var ol qadınlarım, minnətdaram. Allah sizin də işiniz olsun. Hə? Hə, var ol, minnətdaram. Allah sizdən razı olsun. Yorum yazsın, Şizavanı. Yox, yolum uzaqdır. Axşama düşürəm onsuz. Turşuya yeyəcəm. Turşuya? Hə. Heç nə, Allah'ım da yorum yazsın. Hara olsun. Xozalını meşəyə kəndindən. Haradır, Şuşadır bura. Sola dön. Sola. Qaqa, burada market hardadır? Yaxında. Sağ ol qadınlara. Aha. Aha. Nə var, nə qadınlarım? Sağ ol qadınlarım, var ol. Var ol, minnətdaram. Canlı sağ ol, var ol. Var ol, yorulmayasın qadınlarım. Salam evi. Çox sağ ol. Tüm günü sən izləyirəm. Var ol, Allah qoluna, minnətdaram. tutuşuna qüvvət versin. Allah razı olsun. Yaxşı yol, hara gelirsin? İndi Laçın Tuş tərəfə gedirəm. Yaxşı eləyirsən. Yasamalda qonşu olmuşuq. Ev uşaqlarımız tanıyır. Biz oradan gəlmişik. Adın nədir biri? Oğlumun adı Babək. Babək. Hə. Hə, Allah razı olsun. Hə, Allah köməyində olsun. Yaxşı Sağ ol, var yol. ol bibi qadın. Xan kəndidir. Gör nə qədər yüksəkliyə baxmışam. Xan kəndindəydim də. Sırf bundan çəkim. Salam aleyküm, var ya, necəsiz, nə var, nə? Həmküslər. Sağ ol, qadınlar. Eşqo niyə gəlsən? Azərbaycan bütün rayonlarını piyada gəzirəm. Ay maşallah. Maşallah. Jurnalist. Xozal, hə? Jurnalist. Yox, jurnalist deyiləm. Özüm Xozal vətəndaşıyam. Bu yol ilə Azərbaycanın igid və qəhrəman oğullarını nəsr eləmişəm. Bütün rayonlarını inşallah gəzirəm Allah'ın şəhidlər xəbər. Piyada. Hə, piyada. Nəsələndən sevisi ki. Aynen olmuş. Hər danışır. Siz hansı rayondansınız? Qəbələ. Mən İsmail. İsmail'dən mən 2 dənə şəhid adı deyə bilərsiniz. Hə, Vahablı Mikail. Vahablı Mikail, bir də ki Əşrəf Məmmədov. Başqa şəhidlərimiz var yəqin ki. İsmail'dan, Hə, deyə bilərsən. Musayev. Musa Musayev, sonra şəhərlər 92-lərdən. Biz özümüz də vətən oraya gəldik. Aynen güzel. Mən elə sizlərə həsr eləmişəm. Allah səni oradan var alaram. Allah sizdən razı olsun qadınlarım. Sağ ol, qardaş. Paylaşacağım daha var diye.
Var ol qanunlara. Ay, salam aleyküm. Salam orada salam. Amma bu nəfəs. Keyfin əhvalı. Yaxşı olasın qanunlara. Elə bir gözləyir, qanunlara necədirsə. Qardaş para. Vaxtına gedirəm inşallah. Piyada beləsi. Hə, Tuşsuya gedəcəm, Tuşsuda qalacam, gecəyə düşürəm. İndi neçə gün yolda? Bugün 5-li ya da 4. Xocalının Badara kəndindən çıxmışam. Bütün rayonları gəzirəm inşallah. Canında sən qalacaqsan. Hə, Heç nə. Sən uğurlar. sağ ol qanunlar. Paylaşacam ağalarla. Öpürəm. Və aleyküm salam əmi. Laçına tərəf inşallah. Hə. Maşallah gün olsun. İtibar mı? Abi Ümmetov abi. Ümmetovlar kimdir? Bu Ravi Yasamalda qalırdı, Cəbraildən. Bəhlul Ümmətov babamdır. Allah rahmet eylesin. Xocalı şəhiddir. Əsif Laçın Fərəşəndir. Elə dəfn oldu orada. O Yevlaxdan mı deyəsən? Amma Xocalı döyüşlərinin şeydir. Fəriyyatdır. Ağzıvətdə qalır. Çəkirsən? Hə, bu da çəkir. İlqar Mirzəyevin doğum günüdür. Allah rəhmət eləsin. Ruhu şad olsun. Nə olur? Canlı sağlığı var o, minnətlər. Neçə yaşın var sənin? Mənim 23 sənim. Maşallah. Əslin Laçın Fərraş kəndi. Fərraş. Sözsüz qolur. Var ol əmi. Allah'ım. Varım da şey, sağ ol. Sağ ol əmi. Yorum etsin, Allah'ın amatına. Adı neydi? Bu gün adı olan şəhid qardaşımızın adı neydi? Milli qəhrəman polkovnik İlqar Mirzəyev. İlqar Mirzəyev. Mirzəyev İlqar Anzorov. Hə, onu mən yazdım. Hə, sağ ol qadına. Və aleyküm salam. Şuşadan gəlirəm. Laçına gedirəm. Tuşçu. Xocalıdan başlansan, Xocalının Badara kəndindən. orada Xocalıdan başlansan gəlmişsən piyada, yoxsa necə? Salam aleyküm. Hə? Xocalıdan başlansan hara gəlsin? Tuşçuda qalacam bugün. Piyada getməlisən. Hə, piyada gedirəm. Sonu haradır sonu? Sonumuz Azərbaycan bütün rayonlarıdır inşallah. Piyada. Bakının da Şəhidlər Xiyabanı sonunda. Sağ salamda kömək nə olur? Canınızın sağ olun. Var olun, minnətdarım. Allah razı olsun. Sağ ol qadın aram. Aleyküm. Salam aleyküm. Azərbaycanlısan? Hə, qadın aram. Qodon ol, mən səni xaricilərə oxuyorum. Neçə gündür yol xırdan? Xocaldan çıxmışam. Qodon olaraq. Qada verməyəsən. Var olun, minnətdarım. Paylaşsan problemdir? Hadi. Paylaşsan problemdir? Ha? Paylaşsan problemdir? Yox, qodon olaraq. Var olun, minnətdarım. Allah canını sağ eləsin. Allah amanla. Turşusuda qalacam, sabah Laçına gedəcəm inşallah. Var olan, yorulmayasın, Allah razı olsun. Nə? Allah canınızı sağ eləsin, var olun, minnətdarım. Varım su. Çox sağ ol. Ay, salam aleyküm. Nətərsən? Nə var? Yox, qardaşım. Gəzib keçirsən? Hə, salam aleyküm. Hardan gəlirsən? Xocalıdan çıxmışam. Xocalıdan yürüyüş edirsən. Hə, Azərbaycan igid oğulları nəsələr. Şəhidləri çəkir. Hə. Xocalıya piyada gəl. Tuşsuda qalıb, sabah Laçına çıxacam. YouTube'da elə bəhruz.ümmətov.41 yazsada, elə layihənin adı Qarış Vətəndir. Elə yaz çıxacaq. Bəhruz.ümmətov. Yorulmaqdan nə qədər? Hə? Yox, olur. Var ol qadınlar. Sağ ol. Olanımız su içərsən yolda. Var ol. Ərbab, Xocalı yollara soxdur. Hə, çox asfaltlıdır. Orada qabaq oralar şey. Hansı yolun deyirsən? İndi asfaltdır. Bəhruz nöqtə. Ümmətov. Üstü açıqdır. Hə? Çarpan sən deyirsən. Xocalı yanında gəl. Vallahi mən piyada gəzirəm elə. Hə. Ümmətov. Sağ ol. Orada çəkilişdə yol yoxdur. Hə?
Eşitmirəm. Küçük yollar yoktu. Yox, bilmirəm, yalan deyərəm. Amma yəni asfalt çəkiblər. 10 milyon asfalt var. Fəhri sürət o. Nöqtə 41. Qardaşım, bu gün Tuşsuda qalıb, ola bilər ya 2 gün qalaram. Videolar yığılıbdır. Tuş səhərdə qalacaq. Tuşsuda evlər var, orada. Yerlər gələr. Yox, valla bilmirəm, amma indi gedirəm, çadırım da var. Hə? Yox, o dərdə qalacaq, dərdə. Yox, orada qalmayacaq. Dərdə qalacaq. Heç sənə yorum yoxsa Sağ ol, qadınlarım, Allah'ım olsun, sağ ol. Ha? Ya gedin kardeşim. Sağ salamat gedin. Allah köməyin olsun. Var ol qadınlar. Nə tərəfə gedirsən? Tuşsuya gedirəm, orada sabahda Laçına inşallah. Hə, inşallah. Gecə hada qaldın qaqasan. Gecə Tuşsuda qalır. Hada? Tuşsuda. Allah Çəki sənindir. Ha, çəkir bu da çəkir. Baş sizə. Allah'ım olsun. Amma paylaşım. Ara belə inşallah. Tuşsuya. Tuş. Ha. Azərbaycanlı saldı. Ha. Çatmışam bir şey qaldı. Sağ salamat abi. Canınıza sağ ol. Yorum yaz. Bu yağış suyundan. Buranı deyirsən, hə? Ya piyada kardeşim, var o. Yok, kesin de çatmışam. Ha, təzədir. Canlı sağ ol. Ha? Her şey var orada, var o. Söz deyim abi, Tuşsuda qalan var, yaşayış var. Allah'ım. Hayda. Yaxşı ola sən. Hə, Tuşsuya gedəcəm, bu gün orada qalacam, Tuşsudan da sonra. Sağ ol. Paylaşsan problemdir? Paylaşsan problemdir? Hə, yox, şeydir, çəkir, silə də bilərəm. Hə, sağ ol. Salam qadınlara. Azərbaycan bütün rayonları inşallah. Var olsun. Canınıza sağ olun. Minnətdarım. Allah. Hardan gəlsin? Mən Xocaldan çıxmışam. 2-3 gün olar. Sağ olun. Yox, Laçına gedəməyəcəm. Tuşsuya gedəm. Tuşsuda qalacam. Oradan sabah Laçına gedəcəm. Sağ olun. Allah'a emanet. Sağ olun. Sağ olun. Burada şəhid qardaşımızın şəkili var. Allah rəhmət eləsin. Adını soyadını bilmirəm, oradan görsənmir. Buradan da çay axır. Sağ ol kardeş. Derse ihtiyacın var. Var ol, minnettarım, yorum yaz. Allah korusun. Sağ ol, qadınlar, var ol. Ne?
Vaxtına sabah gecin, tuşsuzda qalacam. Tuşsuzda qalacam. Tuşda qalasın. Hə, Nə ehtiyac olsa ki? var ol, minnətdarım. Şuradan qayıdasan yoxsa? Yox, vaxtına gecəm oradan da. Sağ ol. Yox, günorta çıxdım, şəhiddə xiyabanındaydım. Şuşada. Sağ ol qadın hanım, yorulmayasın. Allah mübarək olsun. Var ol, minnətdarım. Allah işinizi avan eləsin. Anlar bu. Burada qonaq qalmağa yer var.